Salam, hər vaxtınız xeyir olsun. Sizinlə bir rəvayət paylaşmaq istəyirəm. Çox maraqlıdır. Yəqin ki, sizin də marağınızı çəkər. Bir gün Sultan Süleyman Kərbəlaya gəlib ziyarət üçün İmam Hüseynin hərəminə daxil olur. Hamı sultana təzim etsə də, hərəmin xidmətçilərindən biri ona baş əyir. Sultan bundan həm təəccüblənir, həm də qəzəblənir. Xidmətçinin yanına çağırıb, niyə öz sultanına təzim etmədin deyə soruşur. O isə qorxmadan cavab verir. Mən indi əsl sultanın huzurundayım. Eyni zamanda iki sultana itaət edilməz. Buradan çıxsaq, sən mənim sultanım olacaqsan. Burada isə sənin də sultanın Hüseyindir, mənim də. Sultan Süleyman bu sözü bəyənir. Xidmətçiyə deyir ki, ürəyindən nə arzusu varsa söyləsin. O da Kərbəla sakinlərinin suya ehtiyacı olduğunu dilə gətirib xahiş edir ki, sultan şəhərə su çəkdirsin. Osmanlı hökmdarı onun xahişinə əməl edir və Kərbəlaya Fəraddan arx çəkdirir. Həmin xidmətçi Məhəmməd Füzuli idi. Cəmaət məhz şairin sayəsində arx çəkildiyini unutmur və ona Füzuli arxı adını verirlər.